Bir mentorum daha həyatımda bu məsələdə toxunmuş mənə. Bruce Carr adında bir həkimdir. O elə fellowship, yəni bu dar ixtisasda keçərkən məni o ixtisasa alan adamdır, həkimdir. O mənə deyirdi ki, xəstənin həkimdə gördüyü əsas və dəyər verdiyi 3A var. Yəni düzdür, ingiliscədir bu A-lar, amma birincisi deyir availability, yəni əlçatanlıq. Yəni xəstəyə həkim olaraq, tibb bacı, tibb qardaşı olaraq siz əlçatan deyilsinizsə, onda sizin nə həkimliyinizdən, nə tibb bacılığınızdan heç bir xəstə üçün heç bir mənası qalmır. İkinci A, ona görə affability. Affability dediyimiz, yəni bedside manner, yəni bu xəstə ilə ünsiyyət qura bilmək, insan olaraq davrana bilmək, insan olaraq onu görmək, xəstəlik olaraq deyil, tam bütöv bir insan olaraq görə bilməkdir. Bu ikinci A-dır. Üçüncü A xəstənin vacib gördüyü ability, yəni bacarıq. Yəni həkim ya da tibb bacı, tibb qardaşı bacarığı da vacibdir və bu vaciblik siyahısında bunlar var, üçü də var, amma o vaciblik siyahısında ən vacibi əlçatanlıq və belə deyək insaniyyət tərəfləridir. Üçüncüsü isə qabiliyyətdir, bacarıqdır.